Çantamı da götürüm. Gedirik. Rəfiqəmlə görüşəcək. Bugün bir neçə işimiz var. Hər vaxtınız xeyir xanımlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Burada sizə lookumu göstərirəm. Rəfiqəmlə çıxırıq. Bu vlogda 2 günümüzü çəkmişəm. Bugün bir neçə işimiz var. Sabah isə rəfiqəmizin doğum günüdür. Sizcə saçım bu cür necə olub? Mənə yaraşırmı? Düzdür, saçlarım yaşıydı deyə belə yığmışam. Amma mən bu saç düzümünü özümə çox yaraşdırıram. Deyəsəm, məndən başqa da heç kəs mənə bu saç düzümünü yaraşdırmır. Gedək, rəfiqəmi götürüm. Həm də ona bir sürpriz hazırlamışam. Siz də baxın. Əgər shorts videolarımı izləyirsinizsə, yəqin ki, sürprizdən xəbəriniz var. Gedək. YouTuber arkadaşımız. Salam. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşı. Nihayət qovuşduq. Niyə demirsən, nə acab mənə çəkirsən? Nə çəkirsən ki? Bir dənə oranı aç. Hara nə? Oranı. Niyə? Orada sənə sürpriz gözləyir. Nə danışırsan? Məncə çoxdan da onu istəyirdin. Çoxdan da istəyirdin, yox bəyənirdin onu. Özü xoşlayıram ki, özəl günlərdə yox, adi günlərdə hədiyyə. Bəli. Sevə nədir bu? Bax gör nədir. Ay, mən bunu istəyirdim. Getirmişdi bu senin üçün. Sən də görmüşdüm, çox bəyənmişdim. Necə yadında qalır? Eynisidir. Hə, bilirəm də. Niyə unudum ki? Öz ən sevdiyim tonlardır. Sağlıqla işlət. Çox sağ ol Sevə. Gör bleski də bəyənirsən. Sən çək bax. Bəyənirəm. Fikirləşdim ki, o çox qəşəng yaraşacaq sənə. Özdəki bu firmanın məhsullarını çox bəyənirəm. Hə, çox qəşəngdir o. Çəkilsin. Görüm yaraşır sənə. Mən düşünürəm ki, sənə çox qəşəng gedəcək bir şeydir. Çox qəşəng parıltısı var. Sən çünki çox qəşəng yaraşdı. Sən vəbşə sevirsən zaqar makiyaj eləməyi də? Bu rənglər özümə ümumiyyətlə gündəlik və yaxud da nə bilim hansı tonlarda çox gözəl gedir. Mən də hal-hazırda o tərəfdə var, bir dənə kayışdım, ondan vurmuşam gözümün üstünə. Qəşəngdir. Belə tünd görsənir, amma gözündə elə görsənmir. Hə, açırsan. Sağlıqla işlət. Kimin ciyər belə arkadaşdan? Sevə-sevə istifadə. Həmişə sən mənə nəsə hədiyyə edirsən, bu dəfə də mən sənə istədim. Sən də mənim həyatımdakı hədiyyəsən. Getdik. Getdik. Gedim daha tezdən. Burasını da qoyarsın. Çox getdin. Nigulya xanım. Hara gedirsən? Saçı uzun Suray xanım. 3 manata kofe almışam. Amma çox dadlıdır. Çox dadlıdır. Bir də bu semiçkalı simit dəhşətdir. Kofe ilə çox qəşəng gedir. Magazin adı nə idi? Viyeni. Aha, biz Viyeni axtarırıq. Maşını saxlamışıq. Səhv gəlmişik. Ona görə də gəzə-gəzə axtarırıq. Xanımı yığdıq, dedi ki, siz çox səhv getmisiniz. İndi qaydırıq, tezdən maşını götürək. Ora uzaqdır, pişkom getmək məncə çox çətin olardı bizə. Ona görə Bravo marketdən kofe götürdük, həriyə bir dənə. Qızlar, bunlar 3 manatdır, aparatla alırsınız, amma çox dadlıdır. Əgər kimsə prob eləməyibsə, bu bizdə ikinci dəfədir. Çox bəyənmişik. Kofe shoplarda içdiyimiz kofedən heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur. Mən deyərdim ki, çox vaxt daha yaxşı olur. Semiçkalı simitlə içəndə vəbşi. Biz heç vaxt buna da dalmışıq. Gəl açıb göstərdim. Qara undandır deyəsən. Bu qara un nədir? Buğda unundandır, səhv etmirəmsə. Açım göstərim. Bir sayını. Bəbə. İndi biz onu yeyək, sağ olun.
Özünüz düşmürsünüz narahat olmayın. Sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Limona qarşı olan sevgimiz bitmir də. Buna xeyirxuha məhəbbəsini qoysan çox qəşəng görsənəcək. Xanımlar, əgər videonu bura kimi izləmisiniz və bəyənmisinizsə, zəhmət olmasa like etməyi və əgər kanalıma abunə deyilsinizsə, abunə olmağı unutmayın, zəhmət olmasa. Videonun geri qalanı məncə daha maraqlı kadrlar geri qalanında daha maraqlı kadrlar olacaq. Burada artıq yeni il abu-havası hiss olunurdu. Nəzərinizə çatdıraq ki, artıq biz burada Dekaliv mağazasındayıq. Qızımla bir dəfə gəlmişdim bundan öncəki səfər. O limonlu qablardan bir neçəsindən almışdım və çox bəyənmişdim. Fikrimdə qalmışdı ki, bir də getsəm, bir neçə qab da var idi bəyəndiyim, onları da alacağam. Rəfiqəmlə gedərkən onları da seçdim, götürdüm. Aldıqlarımı birazdan göstərəcəyim, amma bu yeni il temalı qablar xoşuma gəldi, amma heç birini almamışıq. Elə ancaq baxdıq və sizə göstərdim ki, orada nələr var. Həm qablar, həm maraqlı dekorativ əşyalar var. Əslində mənim necə deyim, yolka ağacıma uyğun bir rəng yox idi. Yolka ağacımı quranda görəcəksiniz. Mənim yolka ağacım yox, daha doğrusu yolkanın oyuncaqlarını biz keçən il biraz fərqli rənglərdə almışdıq. Ona görə də o rəngə uyğun dekorlar məncə çətin tapılır. Məncə yox, elə çətin tapılır ki, nə Dekalivdə yox idi o rəng tonlarında, nə də ki, başqa bir yerdə görməmişəm. Burada rəfiqəm məni çəkir və səbətimi çəkir və gülür ki, ancaq limon dekorlu şeylər almısan. Deyirəm, hə, mən bu il nəsə limon qablara, limonlu əşyalara vurulmuşam. Qızlar, rəfiqəm də mənim üçün belə hədiyyələr hazırlayıb gətirib. Belə yastıq üzüdür. Bunun məndə eyni bu parçanın, yəni bu cür güllü runner var. Onunla birlikdə dəstləşdirib mətbəxdə və yaxud da balkonda belə maraqlı konsept yarada bilərik. Bu belə balaca dekorativ yastıq üzüdür. Ayza çıxardırsan o digərlərini də. Bir də belə yastıq üzləridir. Bunu yataq otağındakı divanın üstü üçün tikib, amma mənim belə uzunsov yastıqlarım yoxdur. Gərək alım, ondan sonra bunları istifadə edə bilərəm. Bir neçə o birisləri də çıxar, Ayza. Bunlar heç, bunlar üçün alacağım biraz böyük uzun yastıqlardan. Ondan sonra onları istifadə edə biləcəm. Bunlar da yastıq üzüdür. Yox, bunlar salfetlərdir. Bu salfetdir. Aha, bunlar da belə siyar rəng. Oy, belə. Ver mənə, Aysa. Aha, belə salfetlərdir. Bundan yenə var. Bir dənə olmaz bundan. Aha, belə salfetlərdir. Gözəl rəngi var bu salfetlərin. Həm də ləkə tutmur da, bunlar bilirsiniz bu materiallar. Daha öncə də demişdim. Belə bir yastıq üzüdür. Nə gözəl materialı var. Hə, belə. Çox belə yumuşaq, belə. Hə, belə çox maraqlı materialı var. Buradan bilmirəm, videodan sizə ötürə bilirəm materialın toxunuşunu. Hə, rəngi də çox qəşəngdir. Otağımıza da uyğun gələcək. Ayza, o birisləri də çıxardırsan. Onun belə rəngi də nə gözəldir. Bura şeydir, zamok tərəfidir. Eynisini, baxın o belə tünd siyarıdır. Çox qəşəng belə kombin eləmək onları. Yan-yana iki yastıq belə rəngbərəng çox gözəl görünər. İkisini burada qoysaq məncə daha qəşəng var. Hə, onlar alınır. Birini bura o tərəfə. Hə, amma sabah da bugün necə çox yorulmuşam, sabahları eləyərik bunları. Bu nədir? Wow! Ne gözəl materialı var, rəngi də çox gözəldir. Bizim baxın, bu yataq otağındakı pərdəyə də uyğun gəlir. Burada əslində rənglər
eynidir, amma videoda niyə fərqli düşür başa düşmürəm. Nəsə biraz belə uzaqlaşdırım. Amma pərdə ilə demək olar ki, eyni rəngdədir. Biraz ton fərqi var. Atdım bura. Wow. Belə bir pled olsa daha qəşəng. Bunun pledi də var, Ayşə. Bunun pledini də eləyib mənim üçün. Mavi rəngdə. Mavi rəng çox qəşəng görünər. Çünki bizim baxın bu pərdənin buralarında belə göy rəng var. Belə göy işləmələr var. Məncə mavi ilə pis qalmaz. Bu bir də açıq, belə şeraya çalan mavi rəngdir. Belə yumuşaqdır. Bu nədir? Belə bir süfrə. Xanımlar, bu süfrələr mətbəxdə də istifadə eləmək üçün çox əlverişli olur. Həftədə cəmi bir dəfə dəyişirəm. Bir həftə boyunca da heç nə ləkələnmir. Üstünü ancaq silirəm və yaxud da götürüb sirkələyirəm balkondan və salam. Tərtəmiz. Ləkə tutmur, su dağılır, silirsiniz, çay dağılır, silirsiniz, kofe dağılır, silirsiniz. O klonka süfrələri sevməyən insanlar bunu istifadə edə bilərlər. Hansı ki, mən heç sevmirəm o klonka əvvəllər, nə bilim, nənələrimiz, analarımız işlədirdilər. İndi isə belə alternativ süfrələr istehsal olunur. Niyə də yox, bunlar daha estetik və gözəl səliqəli görsənirlər. Bunları da qəşəng sərəcəm, sizə çəkib göstərəcəm hamısını. Qızlar, hər kəsə salam, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız, üzümə fikir verməyin. Gözlərim bu aralar çox şişir, ona görə də məcbur patçı qoymuşam ki, heç olmasa gözümdəki yorğunluğu biraz şişi götürsün. İndi gəlmişəm Xətayyə, gəldiyim salon oradadır. Göstərim, orada. Həmişə gəldiyim. Həmişə gəldiyim Can Aktaşın salonuna gəlmişəm. Saçımızı rəfiqəmlə gəlmişəm. Bugün axşam biz ad gününə gedəcəyik. Ona görə də gedirik saçlarımızı səliqəyə salaq. Bəli, indi maşını verəcəm yuduzdurmağa. Deməli, həmişə çalışıram ki, getdiyim yerə yaxın, salonuma yaxın moyka olmağı çox yaxşıdır. Ona görə ki, bura moykaya verirəm, girirəm salonda işlərimi görürəm. Orada da second cup var. Göstərim, bax, o binanın yan tərəfində second cup var. Orada da oturub kofe içəcəyik. Sonra maşınımızı götürüb gedəcəyik makyajımızı eləməyə. Bir də ki, ola bilər bir-iki yerə dəyək. Linza istəyirik almaq. Hələlik xanımlar, gedək. Hər detayı çəkəcəm. Salam, necəsiz? Salam. Gəlmişəm Yeganə xanımın yanına. Yeganə xanımın otağı elə həmişə gəldiyim salonun içərisindədir. Çox gözəl vizaj eləyir, çox gözəl qaş alır. Yəni, əgər bəyənirsinizsə mənim makyajımı, qaşımı, saçımı bu salona gələ bilərsiniz. İndi özünüzdə görəcəksiniz. Bugün sadə bir şey istəyirəm, çox makyaj eləmək istəmirəm. Nəsə içimdən bugün sadə olmaq keçir. Yenə əmanət eləyəcəm hər şeyi Yeganə xanıma, görək necə alınır. Soca salon. Soka yazılır. Soka yazan. İndiyə kimi professional makyajı heç vaxt özümə yaraşdırmamışam. Yəni professional dediyim, bilirsiniz də, toylarda, ad günlərində etdirdiyimiz makyajdan gedir söhbət. Ta ki 34 yaşımda Yeganə xanımla tanış olana kimi o hər dəfə mənə deyirdi ki, gəl səni makyaj eləyim. Mən isə deyirdim, yox. Amma bir gün ona şans verdim və peşman olmadım. Hazır deyil, göstərim sizə. Hazır olandan sonra da göstərəcəm. Qızlar, gözümün altı, üstü çox pis şişib. Düzdür, Yeganə xanım yetərincə qapatıb, yəni əməlli başlı örtüb də, yəni o qədər də bilinmir. Amma dəhşət bir şiş var gözümün altında və üstündə. Gedəcəyəm həkimə birinci gün. Gedək görək səbəbi nədir. Böyük ehtimal ki, qaymaritdəndir.
Belə. Tamamlansın, çəkəcəm yenə. Kısaca bir şey də çəkim sizin üçün. İstəyirəm sizə çəkmək istifadə etdiyi məhsulları. Hamısını çəkirəm. Hamısı orijinal məhsullardır. Göstərmək istəyirəm sizə hər şey buradakı. Baxın. Bu rengi üçün ürəyim gedir. Dior'un bu rengi üçün. Səliqəli yerində. İndi elə bir vaxtdır ki, bütün xanımlar bilir markaları, qiymətlərini. Ehtiyac yoxdur yəqin ki, deməyə, göstərməyəm kifayət eləyir. Hələ burada mənim sevimli bir dənə rengim var. Onu tapa bilmirəm heç yerdən. Görüm o hanı. Hanı mənim o sevimli rəngim? Tapmıram. Dünən çəkmişdim onu. Dünən də gəlmişdim. Tapdım qızlar. Baxın. Bu renk. Elə gözəl rəngdir ki. Bax, belə də biraz dodağa nежный, belə rozovый rəng də verir. Çox gözəldir. Uşaq oxşuyor heç. Şimdi bununla da qəşəng. Qəşəng tonlaşdı. Saçın rənginə də uyğundur. Bax, əlimizdə bu paletdə çox gözəl bir paletdir. Xanımlar, görürsüz, az öncəki görünüşdən əsər əlamət qalmayıb. Yəni gözümün şişinin görüntüsünü deyirəm. Necə hamısını gizlədibsə makiyajla, demək olar ki, burada heç gözümün şiş olduğu artıq bilinmir. Yəni gözümün alt hissəsi, üst hissəsi o qədər şiş idi ki, mən fikirləşirdim ki, bunu heç cürə gizlətmək olmayacaq. Amma demək olar ki, çox az, o da o qədər gərək diqqətlə baxasınız ki, görəsiniz ki, gözümün altında şiş olan yerlər var, şiş hissələri var. Çox gözəl, professional şəkildə hamısını bağladım. Qızlar, istəyirəm yaxından baxasınız makiyaj necədir. Siz məni məncə makiyajla belə də, yəni professional makiyajla görməmisiniz heç vaxt. Baxın, görmüsünüz videolarda qısa-qısa, uzaqdan məncə görmüsünüz. Belə də baxın istədim ki, mənə yazın rəylərdə necə görünürəm. Yaraşırmı mənə bu cür, yaraşmırmı? Mən çox bəyəndim. Yeganə xanımın əl işinə, makiyajına, qaş da çox gözəl alır. Qaşı, necə deyim? Formaya salır. Hə, qaşı çox gözəl formaya salır. Yəni, onun əl işinə bu insanın rəssamlıq bacarığı var. Bu çox az adama qismət olur da. İnsanın o gözünün olmağı, yəni o rəssam gözünün, estetik gözün, estetik zövqün olmağı hər adama qismət olmur. Yeganə xanım da o insanlardandır ki, çox gözəl rəsm bacarığı var. Estetik olaraq çox gözəl. Estetik gözü var. O gözlə insanı görə bilir. Ona görə də özümü ona həvalə eləyirəm. O bilir nə istəyirəm artıq. Belə kiməsə mən qeyd eləyəcəyəm ünvanını, Instagram adresini. Kimsə istəsə müraciət eləyər. Biz gəldik evə. Ad günlə gedirik, amma dönər yeyib gedirik. Çünki çox acıq bayaqdan. Var saat 8-də çağırır. Hə, onda da belə yüngül var, atışdırarıq orada. Saat 6-ya işləyib. Biz də səhərdən heç nə yeməmişik. Biraz atışdıraq. Atışdıraq. Hələ mən makiyaj eləyəcəm, giyinəcəyik, trend çəkəcəyik.
rubuşumla makyaj eləyəcəm indi. Hə, özün makyajın Mən hazırdır. İndi mənə makyajımı salonda eləmişəm. Rubuş dedi ki, yox mən evdə daha təbii, sadə makyaj eləmək istəyirəm. Dedim, yaxşı. İndi deyir ki, olar çəkməsən burasan. Mən də fikirləşdim ki, ömrümdə bu 3-cü və yaxud da 4-cü dəfə eləyirəm. Bunu bir dəfə anamın iş yoldaşını eləmişdim. necə olmuşdu? Çox bəyənmişdi, amma 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 elə bil ki, gözün üstündə belə nə bilim dəniz teması çəkmişdim də göy rəngdə tenlər. O vaxt moda idi axı göy tenlər. Səbə bəlkə özüm eləyim, sən eləməyəsən. Yox, yox, məncə mən qəşəng eləyəcəm. Ay gəl. Güvən mənə. Makyajım pis olsa götürüb makyajımı dağıdacağam. Yox, da mən qəşəng eləməyə çalışacağam. Alınmarsa düzəldərik. Deyəm. Sponjanı, sən sponj. Mənim də başıma gələ bilər. O dediyin, o məni necə deyir, şantaj elədiyin şey elə belə şey deyil. İnan ki, eləyərəm, 60 Sevinç. vaxt pul vermişəm. İnan ki, eləyərəm də, yəni İnanmıram. inan. Sən mənə belə şeylər eləmərsən. Sən də mənə qəşəng. Mən sənə sumaq rəng eləyəcəm makyajımı. Elə düşünürəm. Sumaqdan nə sən 2 gün deyəmişsən? Sumaq rəngində də tuş vurarsan. Təzə tuş almışam sumaq rəngdə. Niyə mən sumaq olmalıyam? Çünki çox qəşəng yaraşacaq sənə deyə Yaxşı, düşünürəm. baxım. Sumaq rəngi nə rəngdir? Hə, o. Çox tünd eləmə gözümün üstünə. Elə bu özü rəngdədir. Yaxşı, gözümün üstünü çox tündləşdirmədim, açıq sevirəm. Tamam. Xahiş edirəm, mane olmayın. Bismillah. Məncə çox bəyənəcəksən. Valla bəyənəcəksən. Ay Allah, sən özün kimi. Sən çox qaraltma. Deyirəm, qaraltmıram. Çox nежный belə sənin üçün. Deyəm, qurtarmamışam. Yayacam hələ. Hələ 30 dururam. Sırası ürəyim xarab olmasın. Qulaq mənə vurma. Getmir. Aa, gerek şey eləyərdim. Deyən, skoçlayacam. Deyən, niyə getməyim? Elə bil ki, körpü bir dənə uşaq mənim gözümün üstünə nəsə yaxıb. Deyən. Çox qəşəng eləyəcəm. Deyən. İnan çox bəyənəcəksən. Beləncə eləməyi Kəmalə Muska günəşli qoyma. kimi eləməm. Nə olub az Kəmalə Günəşliyə? Xoşum gəlir o qadının. Aşağı bax. Onliner vuranda eləmirlər. Yox. Sen işləyəndə eləyirlər. Və gördün videondan sonra sənin müştərilərin çıxır. Xanımlar makyaj Hə, eləyərsiniz. bizə gördünüz ki, şey olur. Oldu da. Aşağı bax. Səbə bilirsən də mən nə tonlar sevirəm. Sən necə? Çünki gözüm Əlimizdə zaten başqa ton yoxdur. Səbə tünd eləsən dodağıma sonra vura bilməyəcəm. İkisi də pis Mane olma görsənəcək. mənə, xahiş edirəm xanım. Basmır yana bax. Mən beynimdə, kafamda şeylər canlandırıram uşaq. Deyəm. Özü ki pis olsa indi silməyəcəm makyajı. Restorana çatanda nəsə eləyəcəm. Yaxşı. Mən səni bilərək eləmirəm də, qəşəng eləməyə çalışıram. Əgər mən ora qaça-qaça gedib, mənim kimi əlincə insan əgər qaça-qaça gedib oradan skoç gətiribsə, demək ki, beynində nəsə canlandırır. Beynimdə canlandırdığı şey mənim başımda partlayır. Yum gözümü. Bu danışıqlarımızı tezləşdirərsən. Niyə ki? Məncə insanlara maraqlıdır. Wow. Çox qəşəng görsənəcək. Amma bu hissələr var ya, buraları sonra açarsan. Zəhmət rəngini. olmasa mənə icazə verin. Bugün mənə icazə ver. Aşın bütün Hüdudları. hüdudları. Sus. Elə belə yayırsan. İlhamə. Gözümü yum. Elə bir tramvay ötəcək. Yeri get də. Bəyənəcəksən, hər dəfə deyəcəksən, elə deyəcəm, yeri get. Həmişə mənim şeyə düşməyəcək bu. İlham pərlərim həmişə gəlmir, bilirsən. Bu çox nadir hallarda olur. O da nəsə mənə deyək gəlir. Gülmədə büzüşdürürsən oranı. İşləyə bilmirəm. Ay. Bir
görə güzgünüm. Sən yeganənin yanında olanda güzgü əlində dayanmışdın. Mən uzağını görmürdüm, ona görə güzgün əlimdə dayanıram. Yoxsa mən bilirəm o necə qəşəng eləyir. Açıq rəng vur indi. Xaçırım mənim işimə qarışma. Didərəm insanı. Yox. Niyə gülürsən? Nəfəs alıram. Mən nəfəs alıram. Mən gülmürəm. Ya da işimdən zövq alıram. Gedim bəlkə yeganə xanıma deyim məni daha professional şəkildə öyrətsin. Mən məşğul olum, sevdim bu işi. Hə, heç olmasa mənim də make-up ustam olardı. Bu sən tonal eləmisən, hə, deyəsən? Bəli. Pis eləmişəm. Yox, pis eləməmisən. Prosta eləməsəydin bu şey daha yaxşı yapışardı da. Yum gözünü. Hə, mənim dərim yağlı deyil. Tez yağlanır. Hə, yapışa bilmirlər. Alıb əlimdə yeyir. Yox, yaxşıdır. Səndə parıltı var, Sevinç. Elə parıltı edirəm ucuna. Yox, o birisi parıltıdan var, gözün O üstünə. qədər də yox, qadan alım. Hələ ona çatmamısan. Hələ o etapa gəlməmişəm, yavaş-yavaş. Görsən bacaram, alacam hamısını. Öz o parıltını alanda gərək o şey yaxşısından alasan. Bir var şitsər, bir var belə Baxım, aç baxım. Wow. That's good. Hələ bir dənə buna liner. Liner bu Liner özüm çəkir. Liner özüm eləyir. Özüm çəkirsə o lineri bu. Wow. Rubuş, bax. Gördün? Lineri onda onun üstündən çəkəcəm. Baxın bir dənə. Prosta buranı biraz Bəyəndim. sevdim. Buranı biraz düzelt də. Görsən? Yox. Nəyini düzəldim? Yayım biraz. Yox, bax, buranı görsən, bura boş qalıb. Orada dəyməyib heç nə. Deyib əslində. Prosta ki, orada nəsə səndə yumru şey var. Jayvik var, nə var orada? Nə var? Jayvik var. Baxın Rubuş, çox qəşəng elədim səni mən. Qəşəng ora liner. Tuşu çəkirsən olursan bombastik. Bu hissəvə lineri özüm çəkəcəm bu buralı. Gözümə soxarsan özüm çəkəcəm. Bir dənə mənə bax. Bir dənə mənə bax. Qaşı sal aşağı ara qaldırdı. Elə baxma da mənə. Sən necə baxırsan? Sən görüm bu bacarıqsız nə edəcək mənə elə baxırsan. Görüm mən burada. Hala sənin qaşın. Sən ala qaşımı qapqara eləmə. Eləmirəm. Yum görüm. Köynəniz xoşuma gəldi xanım. O həmişə xoşuma gəlir. Dur, bu odur. Hə. Neydi, qara rəng bir başqa ləzzət edirdi. Mən qara geyim. Mən də sevirəm. Bu gün ikimiz də qara geyinirik. Bugün məncə elə böyük əksəriyyət qara giyinəcək. Çıxış yolumuzdur da. Brejnev! Heç nə bilmə. Brejnev! Brejnev. Brejnev. Aslında yine qaşlarım. Qaldır başını. Sen heç qaşımı yumru elədin, nə raqatka elədin? Düz eləmişəm. Ya, yan düzəldəcəm. Raqatça Vurma Sevinç. Yum gözümü. Siləcəm onu Baxma da. sən. Sən yumru eləyirsən. Düz eləyirəm. Bax düzdür bu. Yumru sənin qaşındır. Mən düzləşdirməyə çalışıram. Yumru sənin qaşın idi. Qaşmaq deyə. Həyasızlığa bax. Nə həyasızlıqsan? Sevinç, gözlərin necə qapqır. Xoşum Yum gəlir mən gözümü. belə qaşdan, sil. Millət bizə baxır, sakit dur. Deyəcəklər nə həyasızdır. İnan Allah, ucu yadımdan çıxıb ki, orada nəsə çəkiliş gedir. Rubuş valla belə qəşəngdir. Çox açma, eləmə çox, belə qəşəngdir. Ucu qəşəng görsənir qaşımın. Hanı, deyim görüm necə görünür. Əl vurma. Sən ola gör kamera bizi çəkir. Bax, mən belə çox bəyəndim. Bax, yaxına gətirirəm. İzləyicilər də qaşlarımın baxsın. tüklüyünə baxın. Baxın necə qəşəng eləmişəm. Üzüvü düz tut bura. Bax, necə qəşəng eləmişəm. Deyil. Amma sən bəyənmirsən. Bəlkə nə turşumuş vurandan sonra bəlkə düzələr qoy eləyim. Məncə də. Qaşlarımı necə tündləşdirmisən Sevinç? Valla sən elə gəlir. Ged işıqda bax, çox qəşəng eləmişəm. Çox qəşəng oynayırdı. Görsən tərifləyirdilər. Neçə aldın? 5 manat. Görsən. Belə çox qəşəng çəkir. Nəysə, mane olmayım, çək.
bunu. Allah mütləq. Ay da bu biz çox xoşuma gəlir bu. Bu. Qızlar, sevincin vurduğu çen. Düzdür, üstündən özüm düzəltdim. Neysə. Yalansa. Pis eləmişəm. Düzəltdim də Düzdür, üstünə. qəşəng eləmişəm. Qaşlarıma da qatar yolu çəkib. Heç də belə. Sevinç, dərmanlarımızı götür, 35 olduğumuza görə. Bir yana onu da çəkəcəm. Mütləq 30 plusdursa dərmanlar sokadır. Özünüzdə ağrı kəsici. Ağrı kəsici. Antihistamin. Hanı o? Antihistamin. Nimesi, nə bilim. Sonra nəfəsimə vuran dərman. Antibiotik, özümüzdən keçiyor antibiotik. Üstüme böyle bir şey götürdüm. Keşke bunun qarası olsaydı ama qara kürküm yoktu. Belə gittik. Hanımlar, videonu bura qədər izləmisinizsə, demək ki, bəyənmisiniz və yorulmadan, sıxılmadan izləmisiniz. Əgər bu belədirsə, zəhmət olmasa like etməyi unutmayın. Rəylərdə də mənə bu tipli videoları görüb görmək istəmədiyinizi də mütləq yazarsınız. Hələlik. Qızlar, rəfiqəmizin çantasından baxırıq ki, nə çıxır. Wow, görünəcə həvəslə çəkib bunları. Qışın nazlı belədir də. Деньги приходят ко мне легко. Wow. Да. Я вижу возможность для увеличения дохода и пользуюсь. Görürsən, sənə belə lazımdır eləmək. Он еще пахнет, я не знаю, вы не почувствуете. İyi gəlir. Burada eşit çoxdur. Şuludur və işin hiss eləmirəm. Başqa görək nə çıxır çantadan. Maraqlı şeylər var. Konvertlər, wow. Ad günlərinə gedəndə lazımdır da. Nə gözəldir, rəngbərəng. Невидимка. Духи. Ruçka var, ruçka. Манталь. Mantal, oy, qəşəng gətirdi o. Şeydə. Потом Sonra nə var? Aa, Snoop. Məndə də o həmişə olur. Переверьте, что я Aha, McDonald's-un axırıncı kolleksiya oyuncaqları. Pomada, axşar. Nazlın oyuncaqları. Dərman, 30 plus. Дерман. Mütləq şəkildə dərman. O da pomada, ritual. Rusiyetten gelip. Urusiyətdən. Əmim göndərib. McDonald's'ın böyle McDonald's. Hal topluyorsunuz. McDonald's tədbiqində də halları bu McDonald's dəyişirsiniz. Aha. Həvəsli. Bu qədər. Gördüyüm ən kreativ doğum günü tortu